istədi, anam gedə məni buraxdı. Mən də uşaq var deyib bağışladım. Xəstəxana doğum, uşağın hər şeyini anamgil qarşıladı. Bir corab belə almadılar, amma hamiləlikdə ürəyim nəsə istəsə, özü alıb gizlin yeyərdi. Qızım doğulandan 3 ay sonra rayona gəldik. Barışıq oldu, anası acığı evə heç nə almırdı. Restoranda işlədiyi üçün orada yeyib gəlirdi. Nəsə alanda pulum yoxdur deyirdi. 4 gün quru su ilə qalandan sonra mədəm ağrıdı, artıq dayana bilməyib anama dedi. Neçə gündür yemək yemirəm, acam, südüm də azalıb. Anam pul göndərdi, gedib produkt aldım. Oğlu da gəldi, bir gün işıqlar keçdi. Karetkam yox idi, oğlunun telefonunu aldım. Qabayda açıq qalmışdı, 4-5 qızdan mesaj gəldiyini gördüm. Qaleriyada şəkillər, videolar. Sonra mənə əl qaldırıb 3 aylıq körpə ilə gecənin ikisində çölə buraxdı. Atam sahib çıxdı bizə. İstanbuldan əşyalarımızı gətirmək istəyəndə evə gəldi, qızılları və pul istədi. Polisə verərəm deyib uzaqlaşdırdı. Ayrılandan sonra sevgilisi olduğunu öyrəndi. Mənim ad günümdən 3 gün əvvəl o qızın da ad günü imiş. Ona tortlar, hədiyyələr almışdı. Mənə isə pulum yoxdur demişdi. Şükür bir ildə ayrılmışam, çox xoşbəxtəm. Qızımla atamın dəstəyi ilə Bakıda ikinci təhsilimi alıram. O isə indi peşmandır, qalıb küçələrdə 5 qəpiyə möhtac şəkildə.